gözünüz aydın, Həcinin ikinci filialı açıldı Həcci meydanında. Baba, obyekt açıldı. Açıldı. Gəlin. Gözləyirik. Həccanı Həcci. İçəridə. Getmişsən. Yenə də bunu vurğulamaq istəyirəm ki, parkovkada maşın sayı saysız hesabsızdır. 50, 40, 100, 100 çox oldu. İşte 30 dənə 40 dənə maşın saxlamaq olar. Həccanı Həcci. Hacı burada. Buyur. Ne? Hacı. Həcci! Xeyirli olsun qardaşım. Sağ ol. Tofiyə bax. Salam ey. Necə sənə? Obyekt Sökbatov. Bu gün rezervlərimiz var maşallah. Ay maşallah, ay maşallah. Dəqiqə xan kebabı pişilir. Tavfiq Akraz baxdı. Hoppa. Obyekt maşallah, maşallah. Tofiq yaxın gəl. VIP zal. 50-60 nəfərlik zaldır. Qapı bağlıdır. Bağlıdır, ay kişi özünə gəl. Mətbəxə gedirdik. Yaxşı. Bu da Tofiq sək. Əli, Mətbəx. bildik. Salam edir. Tavfiq, bax, yaxın gəlirəm. Bu bugünkü banketin lülələri. Bu günə banket tutmuşu Allah verən ruhuna heç ses ala bilməz adamlarına. Bu xan kebabı. Gəl bura, buna bax. Çəpişə bax, çəpişin soyutmasına bax. Deyir ki, mənə mədə lazım deyil də, nə bilim onlar. Mədə lazımdır, diş lazım deyil. Axırda onlar. Gəl bura, hələ qutarmır. Bax, bugünkü banketin yeməkləri. Baba. Uğlama. Baba, şirəli masası. Bu hamısı bugünə də, hə? Ha. Buna bax. Çəpiş boğlaması. Tofi. O biri quzu boğlaması. Ha, bu tayamları yemək üçün hara gəlmək lazımdır? Meydana. Bilirsiniz niyə? Çünki Həcci meydandadır. Gəl ye də. Söndür onları. Mən deyəndə son söndür. Davay söndür.